Salam hörmətli şagirdlər, xoş gördük hər birinizi. Mən bugün sizlərə sınaq 4-ün izahını verəcəm. Hansı ədədin 4də 3 hissəsi, bilmirəm x-dir. 4də 3 hissəsi 90 ədədinin 6da 5-nə bərabərdir. Bundan bu ixtisar getdi 15. X bərabərdir 75 vurulsun 3də 4. 100 variant oldu. 100, yəni G variantı. 62 nömrəli tapşırıqda deməli bunu vurub atsaq 3 böl kökdə 7 vurulsun kök 28 çıxılsın 3 böl kök 7 vurulsun kök 63. Bunlar ixtisar getdi kök 4 ondan 2 çıxır. Bunlar getdi qaldı kök 9 3 çıxır. Bu da elədi mənfi 3 variant oldu C variantı. 63 nömrəli tapşırıqda kvadratlar cəmidir, modullar cəmidir, köklər cəmidir. Cüt dərəcəli köklər cəmi 0-a bərabər olan ifadənin hər birini ayrı-ayrılıqda 0-a bərabər eləyirəm. Buradan 2x minus y bərabərdir 8. Toplasaq 3x bərabər 12. X-imiz 4-dür. Y-imiz 0-dır. Hasili elədi 0. 64 nömrəli tapşırıq. Paralellikdir. Deməli burada çarpaz bucaqları alınır. Alfa, alfa. Bura beta, beta. Burada gamma olsun. Deseni verib bizə 12. BC'ni verib bizə 8. D'ye minus bura bir x deyirəm, bura bir y deyirəm. 8-in y-ə nisbəti bərabərdir. 8 deməli betanın qarşısındadır. Aşağıda betanın qarşısındakı 12-nin x-ə nisbəti. 4-ə ixtisar girsə 200. Y-i götürürəm 2k. X-i götürürəm 3k. Buradan da fərqini 6 verib. Deməli 3k çıxılsın 2k'mız 6'dır. K'mız buradan 6'dır. Bizdən AB'ni soruşur. AB'miz y idi, 2k idi. O da elədi 12. Digər tapşırığa keçirəm. 65 nömrəli tapşırıqda. Aşağıdan deməli x'i biz çıxarsaq ixtisar gedəcək. X gedəcək. Yuxarıda qalır. X bölünsün. X kvadratı çıxılsın x üstəgəl 1. Üstəgəl 1. Üstəgəlinsin. Bunun ortaq məxrəci elə x kubu plus 1 olacaq. 1 minus 2x. Ortaq məxrəci x kubu plus 1'dir. Bunu açanda burada x plus 1 var idi. Minus x plus 1. Bunu x plus 1'ə vurasınız. O da oldu x kvadratı plus x üstəgəl 1 minus 2x. Məxrəcin də burada da x plus 1 vurulsun. X kvadratı minus x plus 1. Bundan bu eyni şeydir. Getdi qaldı 1 bölü x plus 1 variant oldu. Deməli Y variantı. İstənilən ardıcıllıqda eninci həddin AN bərabərdir. SN çıxılsın SN minus 1 düsturu var. Buradan da A5 soruşur. A5 bərabərdir. S5 çıxılsın S4. S5 burada enin yerinə 5 qoyub S5'i tapırıq. Enin yerinə 4 qoyub S4'ü tapırıq. Bu variant oldu 23. Burada var variantı. Vektorun skalaya hasil uyğun koordinatları vurub toplayırıq. Bu da elədi 4. 68 nömrəli Viet teoremuna aid olan düsturdur. Buradan x1, x2'ni mötərizə xaricinə çıxarsaq x1, x2'nin yerinə mənfi 5 yazıram. x1 plus x2'nin yerinə 1 yazıram. Elədi hasili mənfi 5. 69 nömrəli tapşırıqda sinus x'i 5'də 3 verib. X ikinci rübün bucağıdır. Tannensi soruşur bizdən. Düzbucaqlı üçbucaqla çəkib burada şərti yadda saxlamaq lazım. Sinus qarşı katetin hipotenuza nisbəti. Buranı biz tapsaq Pifagordan 4k tapacaq. Tannens alfanı soruşur. Tannens alfa qarşının bitişik katetə nisbəti. İkinci rüb olduğuna görə qarşıya mənfi yazıram. Variant oldu mənfi 4'də 3. 70 nömrəli tapşırıqda yuxarıdan 3 üstü eni çıxardıram. Qaldı 3 üstü 2 çıx 2. Aşağıdan 3 üstü n minus 1'i çıxardıram. Qaldım deməli 3 üstü 1 plus burada qaldı 1. Yok, burada 1 qaldı. Burada 3 vur 2 qaldı. Bunlar ixtisar getdi.
3 üstü eni də 3 üstü n minus 1'ə böləndə əsaslar eynidir. Qüvvətlər çıxılır, qaldı 3. 71 nömrəli tapşırıqda medianların kəsişmə nöqtəsi təpədən başlayır 2000 nisbətində bölünür. BK çıxılsın kayım. 2x çıx x bərabərdir 3'ə. Buradan x'imiz 3'dür. Medianı istəyir 3x-dir, o da elədi 9. 72 nömrəli tapşırıq. Loqarim 10 əsasdan x kiçikdir 0-dan. Bunu iki cür yazmaq olar. Belə loqarim 10 əsasdan x kiçikdir loqarim 10 əsasdan deməli 1-dən. X kiçikdir 1-dən, bir də kiçik olanı 0-dan böyük götürürük. Cavab oldu 0,1. 73 nömrəli tapşırıq. Düzbucağının kiçik tərəf ətrafında fırlanması. Düzbucaqlıdır bu. Kiçik tərəf hansı tərəf ətrafında fırlanma deyirsə ora hündürlüyü olur. Digər tərəf radiusu olur. Alınan fiqurun həcmini tapın. Həcm bilirik ki silindirdir. S oturacaq vur h-dır. Yəni pi r kvadratı vurulsun h. O da elədi 144 pi variant oldu D variantı. 74 nömrəli tapşırıqda bura 80'dir. ANC qövsümüz 120 dərəcədir. Bura oldu 60 dərəcə. Bura qaldı 40 dərəcə. 75 nömrəli tapşırıq. Burada bizdən kosinus x-ə 1t deyirəm. Olur 2t kvadratı minus 5t minus 3 bərabərdir 0. Buradan t1'i tapsam 5 üstə gəlinsin 7 böl 4. Bu elədi. Deməli 5 üstə gəl 7 3. T2'ni tapsam bağışlayayım mənfi 5'dir bu. Burada mənfi 1. Bu elədi 2'də 1. T2'ni tapsam mənfi 3 eləyir. Mənfi ola bilməz. Kosinus x 2'də 1'i alır. Ən kiçik müsbət bucaq 60 dərəcədə. 70. Səthinin sahəsi 76. 96 olan kubun tillər cəmini. Səthinin sahəsi deyəndə tam səth başa düşülür. 6a kvadratı bərabərdir 96. A kvadratı bərabər 16. A'mız 4. Tillər cəmi P bərabərdir 12 adı. O da elədi 48. 77 nömrəli tapşırıq. İfadənin qiymətini hesablayın. Burada nə edirik uşaqlar? Bu deməli biz 2'ni yaza bilərik. 1 bölünsün loqarima 12 əsasdan 144. Çıx loqarim 12 əsasdan 4. Əsaslar eynidir. Çıxanda bölmə olacaq. Loqarim 12 əsasdan 36. 1 bölünsün. Bunu da tərsinə çevirə bilərik. Loqarima 36 əsasdan 12. Bu qalsın burada. Bu 2'ni yaza bilərəm mən. 1 bölünsün. Loqarima 3 əsasdan 9. Üstə gəlinsin loqarima 3 əsasdan 4. Əsaslar eynidirsə bu toplama olacaq. 1 bölünsün loqarima 3 əsasdan 36. Bunu da tərsi elədi loqarima 36 əsasdan 3. İndi bunun ikisini toplayanda 36 əsasdan 12 üstə gəl loqarim 36 əsasdan 3. Əsaslar eynidir. Toplayanda vurma olur 36 əsasdan 36. Bu da elədi 1. 78 nömrəli tapşırıqda bunu intervallar üsulu ilə modul 0'a bərabər olan kök təkrarlanan köklü sıfırlarını tapıram. X bərabər 2, x fərqlidir mənfi 5. Qeyd edirəm, amma 0 təkrarlanan kökdür. Bura t yazıram. 3 verəndə müsbət, mənfi, müsbət, burada mənfi təkrarlan, burada müsbət. Ən kiçik bizdə 0'dan böyükdür həlli lazımdır. Bu hissələr. Mənfi sonsuzdan mənfi 5'ə, birləşir 2'dən müsbət sonsuzluğa ən kiçik natural həlli 3 oldu. Getirəm 79 nömrəli tapşırığa. Deyir ki, ABCD düzbucaqlı trapesiyasının AC diaqonalı korbucağın təm bölənidir. Bura yəni 45 ise burada oldu 45, burada oldu 45. Bizə deyir ki, korbucağın təm bölənidir deyir. Korbucağın təm böləni idisə, bunu mən səhv çəkdim. Bura alfa, burada oldu alfa.
Belə. AB'miz 8'dir. BC'miz 2'dir. Bura deməli bura 90 minus alfadır. Ora səhv getdi. BC'miz 2'dir. CD tərəfinin uzunluğunu soruşur bizdən. Bilirik ki, deməli bura alfadır, 90 minus alfa. Buradan biz nəyi tapa bilərik? Buradan biz hündürlüyü indirsək, hündürlüyü indirirəm. Burada 2'dir. Bura olsun x. Bura olsun x. Bizden CD tərəfinin uzunluğunu soruşur. CD'ni soruşur. Bura 2'dir. Burada oldu 8. Düzdür? 8. 8'in deməli 2'nin kvadratın. Burada oldu 2 plus x'dir. Belə yazdıq. Çünki bərabər yanlış bucağı idi axı. Bura alfa idi. Onda olur 8'in kvadratı üstə gəl x'in kvadratı bərabərdir 2 plus x'in kvadratına. Buradan x'i tapasız 15. Bizdən də soruşur CD'ni, o da elədi 17. Bəli, burada meyarlar da var. Meyarları da göstərirəm. Meyarlara baxın. Özüm meyarları saxlamışam. Sonra düz üçbucaqlı prizmanın təsadüfən seçilən 4 tilinin, düz üçbucaqlı prizmanın deməli belə çəkirəm, baxın. Bunun mümkün hallar neçə tili var? Tillərinin sayı 3 yeni idi. Bu elədi 12. 9. Bizə deyir ki 4 tilinin 9'dan 4'tü. Əlverişli hallar bir üzdə. Bir üzü olması üçün ancaq yan üzdə paralelogramda axı üçbucaqlı prizmanın neçə yanıcı var? 3 dənə yanıcı var. Ancaq o 3 dənədən birini seçirik. Bu da eləyir yəqin 42'də 1. Burada meyarı da var. Meyarda nədir? Meyarda da elə eyni şey verib. Meyarı da burada var. 81 nömrəli tapşırıq. Bizə deyir, çəndə olan benzinin istifadə olunan zamandan asıllığına qrafikinə əsasən neçə saatdan sonra çəndəki benzin tükənmiş olar? Bunun ən yaxşı yolu KX plus B yazmaqdır. Burada qrafik nədən keçir? 6.24'dən, bir də 0.60'dan. Burada B bilirik ki 60'dır, yerinə yazsaq. 6K üstə gəlinsin 60 bərabərdir 24. K'nı tapdıq -6. Deməli y bərabərdir -6x plus 60. Neçə saatdan sonra çəndəki benzin tükənmiş? Yəni çəndəki benzini həcmi y oxu göstərir. Y-i 0 eləyirəm. X'i buradan 10 tapıram. Meyarını da göstərirəm burada sizə. Meyarı belə qrupdur. Bu da olar. Belə də olar. Amma mən dediyim kimi yazmaq daha məqsədə uyğundur. 82 nömrəli tapşırıqda CD 9'dur. Bura 9'dur. Burada 9'dur. Tənböləndirsə alfa. Bura alfa yazmasaq balımızı kəsirlər. YS'miz 3'dür. Bura 3'dür. Burada olur 9. Paralelogramın sahəsini soruşur. B bucağı 120'dirsə, uşaqlar bura neçə dərəcə elədi? 60. Paralelogramın sahəsi AB sinüs alfadır. O da elədi 9 vur 12 vurulsun sinüs 60. Sonra 83 nömrəli tapşırıq. Kompleks ədədin bərabərliyidir. Burada da var. Görsənir burada. Meyarları özüm yazmışam bura. Buradan tapırıq. 84 nömrəli tapşırıqda o y oxuna nəzərən simmetrikdirsə, bu cüt funksiyadır. 2 minus a'mız 0'a bərabərdir. A'mız 2'dir. Fx funksiyamız oldu. A'nın yerinə 2 yazanda 3x kvadratı üzərinə gəlinsin 1. Bizdən f'ci soruşur. O da elədi 28. Meyarda da onu deyir. Sonra gəlir 85 nömrəli tapşırıq. ABC üçbucağında AD medianın uzunluğunu tapın. Və bu A, B, C olsun. A'nı 1, 2 verib.
B'ni -2 3 verib. C'ni 6 -1 verib. AD medianı orta nöqtədir. Orta nöqtəni tapanda toplayıb 2-yə bölürsən. 6 ilə -2-ni. Bu 2 elədi. Bu da 1 elədi. Buradan da məsafəni tapıram. Eləyir köşdəyik.